Nə düşünəcək başqaları? Onlar öz başlarında nə varsa, onu düşünəcəklər və bunun səninlə heç bir əlaqəsi yoxdur. İnsanlar səni deyil, öz dünya görüşünü görürlər. Öz tərbiyələrini, qorxularını, gözləntilərini, çərçivələrini. Sən ən səmimi birisi ola bilərsən, amma kimsə bunu təhlükə kimi görə bilər. Sən sevgi ilə danışa bilərsən, amma kimsə bunu çağırış və ya zəiflik kimi eşidər. Və bu tamamilə normaldır. Çünki hər kəs dünyanı öz prizmasından qəbul edir. Başqa insanların fikrini nə qədər az idarə etməyə çalışsan, bir o qədər tez əsl öz həyatını yaşamağa başlayacaqsan. Unutma, sən yalnız bir şeyə cavab deyirsən: öz niyyətinin təmizliyinə. Dostlar, əgər bu səs yazma xoşunuza gəldisə, onu bəyənməyi, rəy yazmağı və paylaşmağı unutmayın. Bu mənə dəstək olacaq. Təşəkkürlər.